Baxma, yanvar ayı isti keçir. Qış hələ qabaqdadır. Qışda sənin maşında nələr olmalıdır? Hamısı burada var o məhsullar. Bir-bir göstərəcəm sənə. Şüşəsilən və şüşəsilən rezinləri, suyun donmaması üçün maye. Papresin par bağlayıb, bunu vur, daha bağlamayacaq. Qışın ən qlobal problemlərindən biri də maşının xodlanmamağıdır. Bax, bunlar sənin maşında varsa, xodlanmamaq söhbəti yoxdur. Powerbank bir dənə nə olur, bir dənə fazla maşını xodlayır. Yox, powerbank istəmirsə, pirmiçkada var. Qarda da maşının batıbsa əgər, buksa eləməkləri də var. 5 tona kimi də artır. Avtomobilinizdə peç işləmirsə, patates buxarlanmasının qarşısını almaq üçün mini peçlərimiz var. Daha mənə demək qaqa, arxadakı isinə biləcək yox, onun üçün deyil. Sadəcə mini peçdir. Buyursan ki, papresin par bağlaması qiymətə 25 manatdan başlayır. Avtomobilinizdə qlamur görünüş və isti oturacaq istəyirsinizsə, ondan çox rəngi olan mexlərimizdən ala bilərsiniz. Saydım qutardım. 70 spirallı sideniya qızdırıcı. Belə bir görünüş istəmirsinizsə, bir dənə bunu alırsan sadə vəziyyətdə. Saldığın zajqalka yerinə başlayır işləməyə. Diqlovkası da buradan söndürə də bilsən, ilıq da qoya bilsən, çox sizə qoya bilsən. Maşınınızın sürüşməməsi və palçıqda batmaması üçün zəncirlər və xamutlar. Qiymətlər başlayır 20 manatdan. Ürəyin necə istəyir var, zəncir var, qalın rezin xamutlar var. Gördüyünüz bu qış məhsullarının hamısını nağd və ya sərfəli kredit çəklərimizdə yaxınlaşıb avtostorun Nərmanov filialından əldə edə bilərsiniz.